daxil olduq 600 kvadratlıq evimizə. Gəlin indi sizlərə bir tanış eləyim. Zalı, qonaq otağı, maşallah almağa dəyər bir evdir. Tavanın hündürlüyü 4 metr. İnanın səmimiyyətimə, siz istəsəz bu evi bu qiymətə bugünkü gün tikə bilmərsiniz. Yəni bu 100%'dir. 30 sot torpaq sahəsi və belə bir gözəllik, mətbəxi. Burada çamaşırxanası və ikinci mətbəxi. Görürsünüz, ağır yeməkləri burada pişirirlər. Yəni qoxusu daha çox olan yeməkləri. Burada da besetkası, bir dənə də manqalxanası var bayırda. Onu da göstərəcəm sizlərə. Gəlin həyətini bu tərəfdən də göstərim. Əla bir hava var. Ev hündürdədir bu torpaq sahəsi. Yəni ona görə də hava möhtəşəmdir. İnşallah gəlib yerində də görəcəksiniz. Evimiz tam isti döşəməlidir. Dəyərli izləyicilərim, bax buradan da ikinci mərtəbəyə qalxacağıq. Orada biraz like'larımızı artıq eləyək. Buradan gəlirik. Bax giriş tərəfini göstər, 2 dənə böyük şkafı var, gördün. Burada birinci yataq otağı. Qəşəng, əllərinizə sağlıq. Çox gözəl bir dizayn eləyiblər. Mən çox evlərdə oluram, amma bu ev həqiqətən də fərqlidir, maraqlıdır. Burada da özünün sanitar qovşağı, duşu. Allah hər birimizə, mənim izləyicilərimin hər birinə, bütün Azərbaycan xalqına bax belə gözəl evlərdə yaşamağa qismət eləsin inşallah. Mən də sizlərlə bərabər evi gəzirəm. Çamaşırxana buradaymış. Ora sırf mətbəx imiş. Burada evin ümumi sanitar qovşağı. Burada da evimizin balaca oğlunun otağı və özünün sanitar qovşağı. Ev bir il bundan qabaq inşa olunub. Burada da onun qardirobu və hamam tualeti. Əla, qalxaq evin ikinci mərtəbəsindən də sizləri tanış edeyim. İkinci mərtəbəmizə burada gördüyünüz kimi geniş bir xolu. Bu otağı idman zalı kimi düzəldiblər. Təbii ki, siz istəsəz yataq otağı kimi də istifadə edə bilərsiniz. Orada böyük balkona çıxır, onu da sizlər üçün çıxacam. Mən özüm də bu evdə olmamışam. Burada da ikinci yataq otağı və üçüncü yataq otağı. Buradan da balkona çıxış var. Və ümumi sanitar qovşağı. Burada da dolab eləyiblər. Çox gözəl təmirdir. Mən bəyəndim. İnşallah siz də bəyəndinizsə like düyməsinə toxunun. Kameramız gəlsin, zəhmət olmasa. Mən bu balkonu göstərməsəm, özüm də görməsəm, ürəyim partlayır. Ayda, necə gözəl bir hava var. Nə qəşəng hava var. Vəsə, sağollaşaq. Bunun həyətini çəkməmişik. Gedək həyətini çəkək. Əla. Doymadın evi çəkməkdən, gəl. Düşdük sizlərə bu 30 sot torpaq sahəsini təqdim edeyim. Dəyərli izləyicilərim, 1 milyon 100 min manata məncə mənim pulum olsa şəxsən deyirəm. Allah hər birimizə bu pulu nəsib eləsin, amma almağa dəyər. Bugünkü gün Bilgədə belə bir yerdə, havası möhtəşəm, belə bir yerdə 30 sotluq. İnanın ki, siz bu evi tikə bilmərsiniz, tikib yarada bilmərsiniz. Burada meyvə ağaçlarını göstər zəhmət olmasa. Bu videomuz tam ətraflı olduğu üçün. İndi gəl sənə bu tərəfi də göstərim, stadionu. Burada da stadionu övladlarınızla, rahatlıqla idman eləyib, futbol oynaya bilərsiniz. Əsl o hamının arzuladığı həyətdir. Böyük həyətim olsun, huzurum olsun. Giriş tərəfini göstər. Amma evin modeli də qəşəngdir, hə? Belə fərqli, maraqlı bir modeli var. Evin də daxilini gördünüz, ürək açan bir evdir. Həqiqətən də sözün əsl mənasında almağa dəyər. Maşınınızla oradan girdiniz. Burada parkovka elədiniz. Evin arxa tərəfinə keçid var. Böyükdür, indi mən keçməyəcəm. Orada nə qədər taxta yığıblar maşallah. Bu evin yiyəsi yiyib içəndir maşallah. Çox taxta falan, manqaldan çox istifadə edirlər. Dənizini göstər. Bu evin dəniz mənzərəsi elə bilməyin yoxdur. Özünün dənizi var. 10 metr uzunluğunda, 5 metr enində. Dənizi meşəli, kifayət qədər istiməlidir, bəli. Hətta burada da yayın o axşam sərin olur ha. Burada oturursunuz, təsəvvürünüzə gətirin. Oranı da yandırırsınız o odunu. Bir dənə də gitara, bir dənə də qəşəng çaxır. Əla.
Həyat ondan ibarətdir. Burada da gördüyünüz kimi oradan içərdən sizə göstərmişdim. Verandanın bir dənə veranda, bir dənə də besetka. O qədər danışdım ki, özüm də yoruldum. Manqalı, burada kombi sistemi və evin arxa tərəfində də yenə də o dediyim sizə meşəliyi. Əla. Əllərinizə sağlıq. Hər kim alacaqsa indidən xeyirli, uğurlu olsun. Mənim millətimin hər birinə yaraşır belə evlərdə yaşamaq. Görüşmək ümidi ilə. İnşallah yeni videolarımızda görüşərik. Like edib kanalıma abunə olmağı unutmayın. Hələlik.